Deməli, izahını verirəm, dərsi qayda edirəm. YouTube-a yerləşdirib linkini atacağam, oradan bir də baxarsan da, yaxşımı? Oldu mu? Deməli, çoxluqlar nədir? Diqqətlə baxın. Çoxluqlara riyaziyyatda tərif verilməyən bir neçə mövzular, terminlər var. Tərifi yoxdur. Onlardan biri də çoxluqdur. Amma çoxluğun mənası var. Yəni tərifi yoxdur, mənası var. Məna nə? Necə yəni? Çoxluq adından məlum olduğu kimi, bu başdan adını yazaq çoxluqlar. Adından məlum olduğu kimi müəyyən bir sayı göstərir. Düzdür? Məsələn, deyirsən küçədəki maşınlar çoxluğu, nə bilim, məktəbdəki şagirdlər çoxluğu və s. də cəmiyyətdəki insanlar çoxluğu və s. Düzdür? Bəli. Hamısında nə var? Müəyyən bir sayı var. Tutaq ki, məktəbdə 50 dənədir, 150 dənədir, 1000 dənədir, nə qədərsə şagird var. Küçədə də müəyyən qədər maşın var. Nə bilim, cəmiyyətdə müəyyən sayda insanlar, hamısında müəyyən bir kütlə var. Yəni bir dənə də olsa, 1000 dənə də olsa say var burada. Düzdür qızım? Bəli. Əli. İndi çoxluğu biz iki növə bölürük. İki növü var. Var sonlu çoxluq, var sonsuz çoxluq. Sonsuz. Nə deməkdir bu? Adından məlum olduğu kimi sonlu çoxluğun sonu var. Yəni sayı bəllidir. Tərif olaraq desək, sayı bəlli olan çoxluğa sonlu çoxluq deyiləcək. Nə oldu? Sayı bəlli. Sayı bəlli. Yəni bilirsən də neçə dənədir, düzdür? Sonsuz Bəli. çoxluqda isə say bəlli deyil. Bəlli deyil. Biraz sıkıntı yazıram, eyb yox, belə nəzər alaq. Deməli, nə oldu qızım? Dedi ki, çoxluğun iki növü var. Sonlu çoxluq, sonsuz çoxluq. Son və sonsuz. Sonlu çoxluq sayı bəlli də, yəni bilirsən ki, neçə dənədir. Məsələn, sinifdəki şagirdlər çoxluğu. 10 dənədir, 15 dənədir, neçə bilirsən, düzdür? Bəli. Amma sonsuz çoxluğun sayı bəlli deyil. Məsələn, natural ədədlər çoxluğu. Bilirsən nə qədər natural ədəd var qızım? Xeyr. Bilmirsən də mümkün deyil. Sonsuz sayda gedir. Ona görə biz ona necə baxacağıq? Sonsuz çoxluq. Sonsuz. Məsələn, deyirəm rəqəmlər çoxluq. Hə, rəqəm bilirsən, 9, 10 dənədir. Ona görə nə olacaq o sonlu çoxluq? Sonsuz. Sonlu ilə sonsuz fərqini bildik. Bəli, bildim. Əla. İndi sonsuz çoxluğu hələ ki qoyaq bir kənara. Biz sonlu çoxluq haqqında danışaq. Bu verilmiş sonlu çoxluq var ha. Bunun özünün də 3 növü var. Birinci, deməli, bərabər çoxluq. İkinci, boş çoxluq. Üçüncü, altı çoxluq. Nə deməkdir? Bərabər çoxluq adından məlum olduğu kimi nə olacaq qızım? Bərabər sayda Bərabər olur. olacaq. Yəni tərif olaraq desək, eyni elementlərdən ibarət olan çoxluğa bərabər çoxluq deyilir. Məsələn, A çoxluğunun elementləri 1, 5, nə biləm 12-dirsə, B çoxluğunun da elementləri tutaq ki 5, 1, 12-dirsə, eyni elementlər də düzdür? Bunlar bərabər olur. Nə olacaq? Bərabər olacaq, düzdür? Bəli. Aha. Boş çoxluq nə olar bəs? Bu da adından məlum olduğu kimi boş olacaq Bərabər elementi olmayan çoxluğa boş çoxluq deyilir, işarəsi də boş. Oldu mu? Bəli. Məsələn, tutaq ki deyirəm, Aytər, natural ədədlər içərisindən mənfi ədədlərdən ibarət olan çoxluqları yaz. Sən də deyirsən, ay müəllim, natural ədədlər 1, 2, 3, 4, 5 belə gedir də. Hamısı müsbətdir axı. Saydır. Bunların içərisində mənfi yoxdur. İndi biz çoxluq yaratmalıyıq. Həmin çoxluğu nə olacaq? Boş çoxluq. Oldu mu? Boş çoxluq. Bəli. Bərabər çoxluq və boş çoxluq. Bunları bildik? Bəli, bildim. Bəli. İndi gəldik alt çoxluq anlayışına. Görək alt çoxluq nə? Misal üzərində. Birinci qaydasını deyək. Əgər bir çoxluğun elementləri digər çoxluğun da tərkibində varsa, bu çoxluq digərin alt çoxluğu sayılacaq. Bildim. Məsələn, qızım, A çoxluğun elementləri 1, 2, 3-dürsə, B çoxluğun elementləri 1, 2, 3, 4-dürsə. Bax, buradakı 1, 2, 3, elə burada da var axı, düzdür? Deməli, A çoxluğu B-nin alt çoxluğu olacaq. A çoxluğu işarəsi də bu, görürsən, atın alının yerə yıxılmış forması elədir. Bir növcə. Bəli, bildim. Başa düşdük? Bəli. 100%. 100%. Deməli, çoxluqların növünü bildikdə boş, bərabər alt çoxluq, düzdürmü? Bəli, mən bildim. Əla. Bir dənə burada alt çoxluğa aid bizim qaydamız var. Deməli, sənə məsələn, tutaq ki, müəyyən sayda çoxluq verər. Tutaq ki, belə bir şey deyil. Məsələn, A çoxluğu yazar.
Elə 1, 2, 3. Digər bunun neçə dənə alt çoxluğu var? Yəni bunun içərisində olan nə qədər alt çoxluğu var? Məsələn, 1 ilə 2-ni yaza bilərsən 1, 1 ilə 3-ü yaza bilərsən. Yalnız 1-dən ibarət olan çoxluq ola bilər. Yalnız 2 ilə 3 ola bilər. Yalnız 3-dən ola bilər. Bəli, 2 ilə 3-dən ola bilər. Bir dənə Bildim. boş çoxluq ola bilər, düzdür? Bəli. Neçə oldu qızım? 1, 2, 3, 4, 5, 4, 5, 6, 7 dənə. 1, 2, 3, 4, 5, 6, 7. Hə, bir də bunun özü də ola bilər də. Hər bir çoxluq özü də özünün alt çoxluğudur. Hə. Neçə oldu? 8. 8. İndi Aytən, balaca idi deyib saydıq da biz. Düzdür qızım? Bəli. Hələ bununla belə vaxtımız getdi. Bəs indi birdən sənə 3 elementli yox, daha çox verər. 13 dənə, 15 dənə element verər, 20 dənə verər, 100 dənə verər. Onda sayı qurtarmaq olar? Hayır. Deməli qaydamız var. Yadda saxla. N elementi olan çoxluğu. N elementi olan çoxluğu. Alt çoxluqların sayı 2-nin üstündə n düsturu ilə tapılacaq. Oldu mu? Bəli. Bax, məsələn, burada neçə element var? 3 dənə deyil. 3 dənə oldu. Deməli, n bərabərcə 3-ə. Sənin alt çoxluğun sayı nə oldu? 2 üstü 3. Burada neçə edir? 8. 8. Elə bir 8 Hə, sayı bildim. tapmamışdır. Bəli. Düzdür? Bəli, başa düşdüm. Aydındır, dəqiq. Aydındır mən. Bəli. Yaxşı. Bir başqasını yazaq, məsələn. Yazıram, ad çoxluğu, elementləri 5, 8, 14, 20. Bunun neçə alt çoxluğu var deyirəm. Nə olacaq? 2 üstü 4 olacaq. Bəli, çünki 4 dənə elementi var. Bu da neçədir qızım? 16. Bəli. Aydındır mı? Bəli. 100%. 100% oldu. İndi yaxşı. Belə bir misal deyim. Belə bir misal deyim. Tutaq ki, ad çoxluğu elementləri rəqəmlərdir qızım. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Belə bir ifadə verir. Deyir ki, bu ad çoxluğunu tək ədədlərdən ibarət olan ad çoxluqları sayını tap. Tək ədədlərimiz hansılardır burada? 1, 1, 3, 5, 7, 1, 9. Neçə nə oldu? 4 dənə. Yox, 5 dənə. 5 dənə. Deməli, burada tək ədədlərdən ibarət olan ad çoxluqları sayı neçə olacaq? 2 üstü 2 üstü n. 2 üstü n də 5. 5, o da 32, düzdürmü? Bəli. Amma bir dənəsini çıxacaqsan. Burada yerdə qalacaq 31. Niyə görə birini Niyə çıxarsan? Deyəcəksən, müəllim, bayaqlar çıxmadı axı. İmənli niyə görə biz burada biri çıxdıq? Yadında saxla. Əgər sənə şərt verirsə ki, məsələn, sadə ədədlərdən ibarət olan, nə bilim, cüt ədədlərdən ibarət olan, nə bilim, sinifdəki başı, saçı qara olan qızlardan ibarət olan, nə bilim də, yəni müəyyən bir şərt varsa, aldığın cavabdan biri çıxacaqsan. Oldu mu? Oldu. Səbəbini soruşursan. Bunu biz mütəyyid eləmədik ki, əralda bir səbəbi var, düzdür? Bəli. Bizim bayaqları ən birinci, məsələn, orada ad çoxluğu 1-2-3 yazmışdıq. Onun ad çoxluğunu yazanda bir dənə orada boş çoxluq yazdıq. Düzdürmü? Bəli. Deməli, hər bir çoxluğun alt çoxluqlarından bir dənəsi də boş çoxluq sayılmır. Hı. Axı sənə burada şərt deyir, ancaq təklərdən ibarət olsun. Daha demir ki, boş çoxluğu da burada daxil elə. Deyir, ancaq və ancaq təklər olsun, yəni say olsun. Ona görə həmin boş çoxluğu, bir çıxıbsan ha, o bir boş çoxluğun sayıdır. Onu çıxacaqsan oradan. Oldu? Oldu mənim. İndi qaydanı ümumiləşdirsək, qısa və konkret. Əgər sənə şərt verməyibsə, sadəcə elementlərin sayı verib, deyirsə ki, alt çoxluğu tap, 2 üstü n neçədirsə o. Amma şərt verirsə ki, deyir, bunların içərisindən, nə bilim, oğlanları seç, qızları seç və yaxud da, nə bilim, ayaqqabısı sarı olan uşaqları seç, nə bilim, tək ədədləri seç. Şərt varsa, aldığın ədəddən ən sondakidən bir dənəsini çıxacaqsın. Oldu? Bildim. Oldu. Problem yoxdur ki? Bilməm yoxdur. İndi gəldik çoxluqların birləşməsi və kəsişməsi. Çoxluğun birləşmə və kəsişmə. Birləşmə və kəsişməsi. Deməli, birləşmə nədir? Kəsişmə nədir? Qızım, kəsişməni tapanda əvvəl və çox kimi fikirləş. Çoxluqların kəsməsini tapanda ancaq və ancaq ortaq elementləri götürürsən.
EBOB kimi. Oldu mu? İşarəsinə bax burada. Birləşməni tapanda isə, Hər birini birləşdiririk də. yəni necə biz əkobda ortaqlar və yerdə qalanlar götürmürdük? Bəli. Yəni hamısı. Deməli burada Bəli. nə olacaq? Burada da hamısını götürəcək. İşarəsi də budur. Oldu? Bəli. Deməli, kəsişməni tapanda verilmiş çoxluq üçün 2 dənəsə 2 çoxluq üçün 5 dənə və çoxluğun sayına görə dəyişə bilər də. Kəsişməni tapanda ancaq və ancaq ortaqlar. Ortaqlar götürürük. Birləşməni tapanda isə eynilərdən bir dənəsi olmaqla hamısını götürəcəksən. Oldu mu? Oldu. Məsələn, A çoxluğun elementləri 2, 4, 6, 9, 15. B çoxluğun elementləri 1, 2, 3, 4, 5, 8. Olarsa, mən bunları birinci kəsdik, sonra da birləşdik. Deməli, A ilə B-nin kəsişməsi bərabər olacaq. Ortaqlar hansılardır? Kəsişmədə 2 ilə 4 olacaq. 2, 4. Başqa yoxdur ki? Xeyr, müəllim yox. Əli. A ilə B-nin birləşməsi. 2 götürüləcək. 4, hamısını 6, götürəcəksən 9, sırayla. 10. 1, 2, məsələn 2-dən 2 dənəsə 1-ni yazırsan. 3, Bəli, bəli. 4, 6, Dörd, yox, beş. 5 qaldı resmən. 5 var. 5, 5, 6, 6, 8, 8, 9, 13. Səbə konkret. Kəsişməni tapanda ancaq və ancaq ortaqları, birləşməni tapanda isə bütöv hamısı. Hə. Oldu mu? Oldu. Sadəcə. Kəsişmə və birləşmə üçün bizim bir dənə belə bir düsturumuz var. Əslində çoxluqlar üçün çox düstur var. Mən sizə 2 dənəsini deyirəm. Biri bayaq dediyimiz o az çoxluq sözü. Bir də bunu yadda saxlayacaqsın. N A ilə B-nin birləşməsi bərabər N A üstə gəlirsin N B çıx N A ilə B-nin kəsişməsi. Oldu mu? Hə, bildim. Bunu eşitmirsən dedim ki, məsələn, buna aid sual tutaq ki, sənə N A-nı verər, N B-ni verər, kəsişməsi verər. Yerinə qoyub birləşməni taparsan. Oldu? Oldu. Sonra və yaxud da nə bilim A-nı, B-ni birləşməni verər, yerinə qoyub kəsişməni taparsan. Bu rahatlıqda hər halda yerinə qoymaqda problem olmaz. Düzdürmü qızım? Xeyr, müəllim olmaz. Aha. Bəzən amma bəzi hallarda isə sənə məsələ verəcək də, yəni konkret deməyəcək N-a bu qədərdir, N-b bu qədərdir. Necə bir şey? Məsələn, tutaq ki, deyər, sinifdə, sinifdəki şagirdlərin deməli, tutaq ki, 20 dənəsi riyaziyyatdan gedir məşğəliyə. Nə bilim, 15 dənəsi fizikadan gedir. Hər ikisindən isə 8 dənəsi gedir. Deməli, sinifdəki şagirdlərdən 20-si riyaziyyatdan, 15-i fizikadan, 8 dənəsi isə hər ikisindən gedirsə, sinifdə neçə şagird olduğunu tapın. Sinifdəki şagirdlərin sayı sənin bu N A ilə B-nin birləşməsi deməkdir, düzdür? Yəni hamısı. Bərabərdir N A riyaziyyat, üstə gəlsin N B fizika, çıx hər ikisinə getməli kəsişmə deməkdir. 8. 35-dən 8 çıxanda neçə qalır? 27. 27. Oldu? Bəli. Bildiyin nə zaman harda lazım olacaq bizə? Bəli, mən bildim. Sonra gəldik çoxluqların fərqinə. Çoxluqların fərqi. Çoxluqların fərqi. Nə deməkdir biz? Məsələn, belə bir şey yazıram. A fərqdir. Bu nə deməkdir? Burada B çıxılsın A deməkdir. B çıx A kimi oxunur. Yaxşı mı? Bəli. B çıxılsın A kimi oxunur. Tapanda isə elementləri tapanda isə ən vacib isə budur. Bundan istifadə edəcəksən. A-da olur. A-da olan B-də olmayanları götürəcəksən. Olmayan. Deməli, A-da olub, B-də olmayanlar. A xətt B-dirsə, çıxma kimi desək, B çıxa deməkdir. Amma elementlərin sayını tapırsansa, A-da olub, B-də olmayanları götürəcəksən. Oldu? Məsələn, tutaq ki, mənim baram. A çoxluğu verib, 2, 4, 8, 15, 19. Bir dənə B çoxluğu verib, 1, 4, 8, 13,
17. Sənə deyir B çıxanı, yəni A xətbəni tap. A xətbədirsə, indi hardasa görsən ki, oxunuş olaraq nə istəyir, oxunuşun soruşursa B çıxa deməkdir. Amma səndən oxunuşun soruşmayacaq. Sadəcə A xətbəyi verəcək, deyəcək bunu tap. Bu da nə deməkdir? A-da olub B-də olmayan da, bu göylə yazdığımıza görə. A-da olub B-də olmayan elementlər hansılardır qızım? 2-dir, 4 var, 8 var, 15, 19. 15. Ha, 19. Ben. B xət A desə bu zaman isə B-də olub A-da olmayanı götürəcəksən. Bu da olacaq. 4. Ha, 1. 4 hər ikisində bərabər. Olmayan. Ha, 4. B-də olsun, A-da olmasın. 1, Ben bildim. 4 var, 8 var, 13, bir də 17. Oldu. Ben. Problem yoxdur ki. Hayır yoktu. Evet, tabii getdi. Sonra. Bir də gəldik Venn diaqramına. Venn diaqramı. Venn diaqramı ilə ən vacib olan hissələrdən biridir uşaq. Bax, iki dənə çoxluq üçün yazıram. Məsələn, bura A desən, buna B desən. Bax, Aytan, bu hissə qızım. Sırf A-da olan hissə deyib mən. A-da olub B-də olmayan götürəcəksən, düzdür? Ben. Bu sağ hissə sırf B-yə aid olan deyib mən. B-də olub A-da olmayan, yəni B xət A götürəcəksən. Bura isə ortaqdır deyib mən, aynı B-nin kəsişməsi. Düzdür? Ben. Yox, səndən bütöv olaraq soruşsa hamısı nə adlanır? Birləşmə. Birleşme. Aynı B-nin birləşməsi. Oldu? Oldu. Problem yoxdur ki? Hayır yoktu. Evet. Gəl indi buna aid misal yazaq biz. Məsələn, səhifə 134-də 50-ci sual. Ən çətinlərdən. 134. Cədvəl verir bizim. Deməli, A-da olub B-də olmayanı. A xət B-ni cədvəl çəkməyəndə sadəcə öyle görsənir. A xət B nə qədərdir? 3 dənə. Düzdür? Ben. Sonra A ilə B-nin birləşməsi nə qədər verir? 15. 15 dənə. O birisi B xət A nə qədər verir? 8. A bərabər 8. Deyir nəyi tap? Kəsişməsi. A ve B'nin kesişmesin. Demək, soruşur ki, M, A kəsişir B-nin sayını tap. Soruşuruz. X yazalım. Deməli, Venn diaqramını çəkmədən bilmirsən hələ nə. İndi Venn diaqramını çək bax, o dəqiqə görsənəcək. A, B. Qızım, A-da olub B-də olmayan buradır mənim buram. Bax, 3 yazdı. B-də olub A-da olmayan buradır. 8 yazdı. Kəsişməsi də bura deyil. Bayaqlar dedik ki, X yazdı. Ben. Bütövlükdə bunlar hamısı birləşmə sayılmır. Ben. Deməli, yazacaqsan 3 üstə gəl X bölü 8 bərabərdir 15'ə. 15. X bərabərdir 15'dən də çıxarsan 11'i neçə olar? 11'e. 4. Deməli, bizim Ha, kəsişmə bildim. neçəymiş? 4. Tabii ki. Oldu. Ben bildim. Problem yoxdur burada. Hayır yoktu. Suallarımız da bundan ibarət olacaq deməli. İndi o saçları deyəcəm, tələsmədən bunu kaydedək.